Salam dəsiz. Bu günlərə Chevrolet Captiva 2012 modelinin şüşələri açıb qaldırma knopkası zayılı göstərəcəm sizə ki, baxın nə vəziyyətdə, nə vəziyyətə gətirirəm. Ofşu sökülüb, atılıb yerə. Metallar sökülüb. Çox balaca bir şeydir, incə bir şeydir. Bu yerə. Mən bunun kopyasını çıxarmalıyam. Bu Plastik əridir. Bir dənəsini hazırlama gedir. Belə deyək, yonuram qıraqlarını ki, konkret onun figurunda olsun, içəriyə girib çıxa bilsin. Bu həssas bir şeydir. Bunu hər adam bacarmayacaq. Çünki orijinal buradadır. Baxın, bu orijinaldır. Bu isə mənim düzəltdiyimdir. Artıq hazırdır. İndi yerinə yerləşdirirəm. Bismillah. İşlək vəziyyətdədir. İndi isə sağ qaldığını yoxlamaq üçün atribün qabağın. Bismillah. Salamatdır. Artıq sınamaq üçün hazırdır. Bax, bu knopkada işləmirdi, bu knopkada işləmirdi. İndi ilk yuxarıdakını açıram. Həm yəni bir dəfə necə asfalt ilə işləyir, həm də əllə işləyir. Yəni əlinə istədiyin yerə saxlaya bilirsən. Avtomatik işlətib düzəldir. O burada işləmirdi. Bax. Özüdəki hər şey qaydasında. 4-ü də səsdən hiss edirsiniz.